Gizlilik əsas kodlarından biri olsa da ənənəvi müdafiə sisteminin yeni müdafiə sisteminə daxil olmağa, nüfuz etməyə çalışan aktorlar isə daha çox özlərini açmağa və öz planlarını, öz strategiyalarını irəli sürməyə, öz narrativlərini irəli sürməyə çalışırlar ki, bu da daimi kapitala, daimi investisiyaya olan ehtiyacdan yaranır. Son illərdə dünya hərbi müdafiə sənayesi sektorunda böyük dəyişikliklər müşahidə olunur və bu dəyişikliklərə səbəb olan əsas faktorlardan biri yeni texnologiyaların meydana gəlməsidir. Bunların ən böyük nümunəsi isə süni intellekt əsaslı texnologiyaların bu sistemə daxil olmasıdır. Və bunun təbii ki, bu dəyişikliyin ən əsas nümunələrindən biri və başlanğıc nöqtələrindən biri Amerika Birləşmiş Ştatlarında olan texnoloji dəyişikliklər və onların hərbi müdafiə sənayesində yeni aktorların meydana çıxmasıdır. Mən Amerika Birləşmiş Ştatları hərbi müdafiə sənayesi nümunəsində bu texnoloji dəyişikliklərin və yeni aktorların çıxması və onların biznes sistemini, bu hərbi müdafiə sənayesinin necə dəyişikliklərinə yol açması ilə bağlı müzakirə aparacağam. Təbii ki, biz son dövrlərdə mediada da belə başlıqlar görə bilirik ki, Amerika Birləşmiş Ştatları və yaxud da ki, hər hansısa bir X dövlət gələcəyin müharibəsinə hazır deyil. Gələcəyin müharibəsi bu texnologiyalarla aparılacaq. Süni intellekt gələcəyin müharibəsində əsas faktorlardan biri olacaq. Bu tip başlıqlar, xəbərlər, reporting çox yayılıbdır son dövrlərdə. Bu da çox təsadüfi bir şey deyil. Çünki bu reporting və bu lobbiçilik, bu kampaniyanın aparılması, bu narrativin irəli sürülməsi müdafiə sənayesinə daxil olmağa çalışan yeni aktorların öz məqsədləri və onların biznes strategiyaları ilə çox bağlı bir şeydir. Biz yeni aktorlar, yeni hərbi müdafiə sisteminə girməyə çalışan yeni şirkətlər və startaplar haqqında danışmamışdan əvvəl ənənəvi sistem haqqında da bir neçə söz demək lazımdır ki, hər hansısa bir müqayisəli bir perspektiv yaransın. Ənənəvi olaraq Amerika Birləşmiş Ştatları nümunəsindən davam etsək, biz görərdik ki, müdafiə sənayesində daha çox monopoliya sahib olan bir neçə şirkətlər olurdu və bu güclü şirkətlər daha çox aviasiya, hərbi təyyarələrin, qırıcı təyyarələrin, hərbi döyüş təyyarələrinin, bombardımançıların istehsalı ilə məşğul olurdu və Amerika Birləşmiş Ştatları hökuməti ilə və müdafiə sənayesi ilə birlikdə kontrakt əsasında bunlar fəaliyyətə başlayırdılar. Burada əsasən tələb Amerika Birləşmiş Ştatları hərbisindən, hərbi establishmentindən gəlirdi. Müdafiə departamentinin hər hansısa bir hədəfi olurdu, hər hansısa bir çatışmazlığı olurdu və bu əsasda bu səbəbdən onlar açıq tender elan edirdilər bu şirkətlərə, böyük monopoliya sahib olan şirkətlərə ki, bizim belə bir ehtiyacımız var, öz proyektlərinizlə bizə gəlin və biz bir qalib seçəcəyik və bu proyekt üzərində çalışacaqsınız və bu proyekti bizə, bu kontrakt bu uzun illər ərzində bizə çatdırmağa çalışacaqsınız. Nümunə olaraq demək olar ki, məsəl üçün 70-ci illərdə, 80-ci illərdə hərbi döyüş təyyarələri baxımından bu görünməz hərbi döyüş təyyarələri, stealth olaraq bilinən, radarlara daha az görünən hərbi təyyarələr bunun ən böyük nümunələrindən biri idi. Və bu təyyarə proyekti kimi, döyüş təyyarəsi proyekti kimi proyektlər çox gizli bir şəkildə aparılırdı. Hər hansısa mediaya və ictimaiyyətə bir sızıntı olması çox böyük problemlər yarada bilərdi. Çünki çox böyük investisiya olunurdu və bu investisiyanın bir hissəsi və böyük hissəsi də vergilərdən gəlirdi və insanların bu proyektlər haqqında, böyük investisiyalar haqqında xəbərdar olması proyektin gələcəyinə təsir edə bilərdi. Təbii ki, burada başqa məsələlər də var idi bu gizlilik faktorunda. Düşmənin də bu proyektlərin aparılmasından və inkişaf etdirilməsindən, istehsal məsələlərindən xəbəri olmamalı idi. Çünki sürpriz elementinin qorunması əsas məsələlərdən biri idi hərbi texnologiyada. Və bu səbəbdən bu tip ənənəvi hərbi sənaye sistemində gizlilik əsaslı, uzun müddətə əsaslanan, 10 illər və yaxud da ki 20 illərə əsaslanan proyektlər və dövlətin tələbi əsasında gələn kontraktlar və bu məhsullar, hərbi texnologiyalar daha çox önə çıxırdı. İndi isə qayıdaq yeni hərbi müdafiə sənayesinə və bu süni intellektin bu prosesə təsiri və onun son nöqtədə bu ümumiyyətlə bu narrativə və biznes məntiqinə, kontrakt məntiqinə təsiri ilə bağlı danışaq. Hal-hazırda son 2-3 ildə bir neçə şirkətlər, startapların adları daha çox hallanır. Bunların nümunələri kimi Palantir, Anduril kimi şirkətlər daha çox önə çıxır. Və bu şirkətlərin biznes məntiqi ona əsaslanır ki, onlar venture capital məntiqi ilə işləyirlər. Bunun əsas səbəblərindən biri odur ki, onlar hər hansısa bir kontraktda əsaslanan dövlətdən bir tələb gəlmir onlar üçün, hər hansısa bir proyektin texnologiyaların ərsəyə gəlməsi üçün. Onlar tələbi formalaşdıran tərəf olurlar, nəinki tələbə cavab verən tərəf olurlar. Və bu səbəbdən öz maliyyələrində özləri formalaşdırmağa məcburdurlar bu startaplar.
Və daha öncə də qeyd etdiyim kimi bunlar venture kapital məntiqinə əsaslanır. Bunun mahiyyəti ondan ibarətdir ki, bu startapları başladan şəxslər limited partnerlərdən hər bir investisiyalar, pul axımı təmin etmək məcburiyyətində qalırlar. Bu pul axımının nəticəsində və proyektin son ərsəyə gəlməsindən sonra isə bu startaplar həmin investorlara, həmin partnerlərə gəlir, mənfəət şəklində geri dönməlidir. Və bu səbəbdən onların bu daimi axıma ehtiyacı, kapital axımına ehtiyacı onların biznes strategiyalarını və ictimaiyyətdə PR strategiyalarına çox böyük təsir eləyir və bunun da dolayı və eyni zamanda birbaşa olaraq da Amerika hərbi müdafiə sənayesinə də təsiri olur. Başlayaq bu əsas strategiyalardan. Deməli, bu kapital axımının təmin olunması üçün bu şirkətlər, bu startaplar gözləntiləri çox yuxarı qaldırmalıdırlar ki, bir maraq yaransın və bu texnologiyanın gələcəkdəki uğur ehtimalları barəsində yüksək gözləntilər yaransın və inanan şəxslər olsun ki, onlar öz kapitallarını rahatlıqla bu startaplara verməyə razı olsunlar. Və bu səbəbdən biznes kampaniyalarına əlavə ictimaiyyətdə PR kampaniyaları da aparılır. Lobbiçilik kampaniyaları da aparılır ki, bu gözləntilər çox yuxarı çıxarılsın hər hansısa bir texnologiya ilə bağlı. Bu texnologiyaların da əsasən ənənəvi hərbi müdafiə sistemindəki texnologiyalara nisbətən daha çox software-based sistemlər olurlar. Nəinki daha çox bildiyimiz tanklar və yaxud da təyyarələr kimi daha çox hardware-based texnologiyalara müqayisədə. Bunun da əsas sütunlarından birini süni intellekt narrativi təşkil eləyir. Süni intellektin gələcəyə təsiri təbii ki, bütün sahələrdə müzakirə olunan məsələlərdən biridir və hərbi sənaye, müdafiə sənayesi də bu məsələdən heç geri qalmır. Bu marağı yaratmaq üçün bir hype yaratmaq ən önəmli məsələlərdən biridir dediyim kimi kapital axımını təmin etmək üçün. Bu hype məsələsinə, hype konseptinə gəlməmişdən əvvəl hype cycle gedişatını, konseptini də gözdən keçirmək lazımdır. Çünki startaplar adətən uğurlu olmaq üçün müəyyən bir texnologiya ilə bağlı investisiya gətirmək üçün müəyyən bir mərhələlərdən keçir və son anda son produkta gətirib çatmaq və onun istifadəsi və sektorda adaptasiyası müəyyən bir mərhələlərdən keçir. Təbii ki, bunlardan birincisi texnoloji yeniliyin, bu məsələni tetikləyən əsas məsələ yeni bir innovasiyanın ortaya çıxmasıdır. Hər hansısa bir ehtimalın, prospektin ortaya çıxmasıdır. Və bu birinci mərhələni təşkil edir. İkinci mərhələ isə bunun gələcəkdə daha da uğurlu olması üçün və yaxud da ki, gələcəkdə produktun sistemi tətbiq olunması üçün bu məsələnin hype yaradılması lazımdır ki, daha çox maraq gəlsin və daha çox investisiya gəlsin. Və adətən daha çox bu yaradılan hype gələcəkdə istifadə olunacaq texnologiyanın və yaxud da ki, produktun öz bacarıqlarına uyğun olmur. Daha çox şişirdilmiş gözləntilər yaradılır, daha çox gözləntilərin daha çox reallıqdan daha çox hər hansısa bir cəlbedicilik yaratmaq məqsədi ilə ortaya çıxması kimi bir faktor yaranır. Və burada əgər bir xətt olaraq baxsaq, başlanğıcda bir innovasiya xətti var, bir trigger var, burada bir tetikləyən bir nöqtə var. Bu texnologiyaya gələcəkdə investisiya olması üçün hype yaradılır və gözlənti yuxarıya çıxır. Amma bundan sonraki növbəti mərhələdə isə bu gözləntilərə cavab verməyən texnologiya bir uğursuzluq, bir xəyal qırıqlığı, bir ruhsuzluq yaradır. Bunun da əsas səbəbi odur ki, daha çox bu hype mərhələsində olan gözləntilərin artırılması reallıqla uyuşmur və bu tətbiqdə bu uğursuzluğa və xəyal qırıqlığına gətirilir. Müəyyən bir müddətdən sonra isə növbəti mərhələdə daha çox bu texnologiyanın və produktun yetkinliyi mərhələsində daha uyğun tətbiq formatları, tətbiq strategiyaları artıq ortaya çıxandan sonra, sektor adaptasiya olandan sonra bu texnologiyanın əsas potensialı, əsas iş sistemi öyrənildikdən sonra isə daha çox öz yetkinlik mərhələsinə çatır və o nöqtədə adətən qalır. Hype məsələsinə toxunaq. Bu hype məsələsi, bu mərhələ hal-hazırda hərbi müdafiə sənayesində bu startapların əsas hədəflədiyi məsələlərdən biridir. Və bu hype-ın artırılması üçün onlar bir çox məsələlərdən, bir çox strategiyalardan və bir çox kanallardan istifadə edirlər. Bu kanallar təbii ki, məsələn, onlar mediada yazılar yaza bilirlər, bu startapların başında olan şəxslər və yaxud da ki, keçmiş veteran hərbiçiləri, veteran daha çox keçmiş siyasətçiləri öz tərəflərinə lobbiçilərə çəkirlər və onların mediada və yaxud da ki, ictimaiyyətdə çıxışları vasitəsilə öz düşüncələrini, öz strategiyalarını və uğur potensiallarını reklam eləməyə çalışırlar. Bu reklam sahəsində bizim ən çox qarşımıza çıxan bir neçə məsələ var, bir neçə beləcək açar sözlər var. Game changer, oyunu dəyişən texnologiya, oyunu dəyişən süni intellekt və yaxud da ki, inqilabi texnologiya, inqilabi süni intellekt, hərbi münasibətlərə, hərbi müdafiə sistemində inqilaba yol açacaq texnologiya
transformativ texnologiya. Bu tip açar sözlər çox qarşımıza çıxır. Hər hansısa bir məsələ ilə bağlı bir araşdırma və yaxud da ki, bir xəbər oxuduqda bu məsələlər çox gözə çarpan məsələlərdir və bunlar birbaşa olaraq, yəni niyyətli olaraq bu məsələlər önə çıxarılmağa və bu sözlər önə çıxarılmağa çalışılır ki, bu hype məsələsi yaransın. Və bu transformativ, inqilabi, oyun dəyişici texnologiya məsələlərindən, açar sözlərindən əlavə onların başqa tipli narrativləri də var ki, bu da sırf Amerika Birləşmiş Ştatlarının ehtiyaclarını nəzərə alır. Daha doğrusu onların düşüncəsincə Amerika Birləşmiş Ştatlarının hərbisi bu ehtiyacları var və bu tipli narrativlər önə çıxır. Amerika Birləşmiş Ştatları gələcəyin müharibəsinə hazır deyil. Çin süni intellekt sahəsində bu inkişafa nail oldu və onun hərbisi Amerika Birləşmiş Ştatlarının hərbisini önünə keçəcək. Amerika strateji rəqabətdə geriyə düşür. Amerika hərbi sistemi, hərbiçiləri və hərbi establishmenti yetərli bugünün müharibələri və gələcəyin müharibələri üçün yetərli texnologiyaya sahib deyil. Bu cür narrativlər bu ehtiyacın daha da artırılması və kapitalın, investisiyaların daha da artırılması üçün əsas önə çıxarılan narrativlərdir. Təbii ki, bu yenidən bu məsələdə daha öncə qeyd etdiyim məsələyə qayıdırıq ki, ənənəvi hərbi müdafiə sistemindən fərqli olaraq yeni hərbi müdafiə aktorları, bu startaplar hərbi establishmentin tələbinə qarşılıq vermək əvəzinə özləri tələb yaradır və Amerika Birləşmiş Ştatları hökumətinə və müdafiə departamentinə deyir ki, sizin buna ehtiyacınız var. Və bu şəkildə onlar həm investisiya almağa çalışırlar, ictimai düşüncəni təsir edib özlərinə dəstək almağa çalışırlar. Bu təbii ki, həm investorlarla bağlıdır, həm də ümumi ictimai cəmiyyətlə bağlıdır ki, çünki demokratik ölkələrdə Amerika Birləşmiş Ştatları kimi bu cür investisiyalar və yaxud da ki, bu cür texnologiyalar müharibədə istifadə olunması çox müzakirə olunan məsələlərdir və sorğulanan məsələlərdir. Və bu səbəbdən bu startaplar və startap liderləri bu cür texnologiyalara yol atırlar. Elon Musk və F-35 nümunəsinə toxunmaq istəyirəm. Bu münasibətlər çərçivəsində yeni startaplar, hərbi müdafiə sənayesi çərçivəsində məncə Elon Musk'ın Twitter'da və yaxud da ki, indiki adı ilə bilinən X platformasında etdiyi paylaşımlar və bu məsələdə apardığı kampaniya, informasiya kampaniyası məncə çox yardımçı olaraq bu məsələni başa düşməyə. F-35 bildiyimiz kimi dövlət tərəfindən investisiya olunan və maliyyələşdirilən bir proqram idi. Onun çox böyük problemləri oldu inkişaf müddətində. Xərclər gözləntilərdən daha çox oldu, texniki məsələlərdə problemlər yarandı, amma son nəticədə bir produkt əldə olundu və hazırda demək olar ki, ən yaxşı döyüş təyyarəsi F-35-dir dünyada dövlətlər arasında. Bu məsələyə münasibətdə Çinin bir dron şou var idi öz hərbi paradlarında. Və bu hərbi paradda dronlar vasitəsilə bir şou yaradırdılar. Görüntü olaraq çox gözə xoş gələn bir aksiyalar edirdilər. Və Elon Musk bu məsələyə toxunaraq deyir ki, biz milyonlarla, milyardlarla pulu F-35 kimi platformalara sərf etmişik, amma Çinlilər, Çin dövləti bu cür texnologiyalara investisiya edir və onlar bu müharibənin gələcəyi onlardan ibarətdir. Nəinki ağır, çox bahalı və texniki problemləri ola biləcək sistemlər, hansı ki, bu F-35-ə istinadən deyirdi. Yəni, bu məntiqin bir parçası idi. Çünki Elon Musk da bu yeni startup, yeni müdafiə sektoru, sənayesi sektorunun əsas aktorlarından biridir və Amerika Birləşmiş Ştatları hökuməti ilə, dövləti ilə də çox qarşılıqlı, çox sıx əlaqələri də var və o da öz düşüncələrini və öz strategiyasında yürütməyə, nüfuz etməyə çalışır bu sistemə. Bundan əlavə son olaraq da onu qeyd etmək istəyirəm ki, onlar daha çox belə proaktiv strategiya, lobbiçilik və narrativ irəli sürməkdən əlavə reaktiv olaraq da bu startaplar fəaliyyət göstərirlər. Bunu da əsasən biz onların öz veb saytlarında və yaxud da ki, yenidən mediaya verdikləri kommentarlərdə filan görə bilərik. Bu da hansı məsələlərdə ortaya çıxır? Məsələn, hansısa bir media orqanında və yaxud da ki, hansısa bir araşdırmaçı həmin şirkətlərin hansısa bir produktının uğursuz olması ilə bağlı bir yazı yazır. İctimaiyyətə bir bilgi ötürür, bir sızıntı olur və yaxud və buna qarşı da onlar öz cavablarını verirlər. Nəinki bu narrativlərin yaradılması, Amerikanın geridə olması, texnologiya ehtiyacı olması narrativi öndədir. Bunlar müdafiə sistemi olaraq da cavab verməyə çalışırlar belə onlara mənfi imic yarada biləcək açıqlamalara və ictimai müzakirələrə.
Və bu da ənənəvi müdafiə sistemindən fərqləndirən əsas məsələlərdən biri odur ki, qeyd etdiyim kimi ənənəvi müdafiə sistemində əsasında soyuq müharibə dövrü və 90'ların sonuna doğru daha çox bu dövrdə dominant olan hərbi müdafiə sisteminə nisbətən bunlar gizlilikdən daha çox açıqlığa, publikaya önəm verirlər. Gizlilik əsas kodlarından biri olsa da ənənəvi müdafiə sisteminin yeni müdafiə sisteminə daxil olmağa, nüfuz etməyə çalışan aktorlar isə daha çox publikaya özlərini açmağa və öz planlarını, öz strategiyalarını irəli sürməyə, öz narrativlərini irəli sürməyə çalışırlar ki, bu da yenə də dediyim kimi bu daimi kapitala, daimi investisiyaya olan ehtiyacdan yaranır. Son olaraq demək olar ki, bu yeni aktorlar yaratdıqları, istehsal etdikləri yeni produktlardan əlavə müdafiə sisteminin narrativ sistemində dəyişməyə və onların məntiqini, biznes məntiqini də dəyişməyə çalışırlar ki, bu da gələcəkdə böyük ehtimal digər ölkələrdə görəcəyimiz paralellərdən biri ola bilər. Hal-hazırda Avropada da, Avropa İttifaqı ölkələrində də bu praktika yavaş-yavaş geniş yayılmağa başlayır. Sırf bu kiçik startapların önə çıxması və müdafiə sənayesi və startaplar arasında hər hansı bir əməkdaşlıqların başlaması. Buradakı əsas məsələlərdən biri bu hype məsələsidir və dövlətlərin bu hype-a nə qədər inanıb inanmaması məsələsi onların gələcək hərbi uğurlarında, hərbi planlamalarında çox böyük rol oynayacaq və buna görə də bu hype və reallıq balansını çox qorumalıdır bu dövlətlər və bu da əsas məsələlərdən biridir.